İmişli ənənəvi olaraq qum-çınqıl karxanaları məkanı kimi tanınıb və bu sahə minlərlə iş yeri yaradıb. Hazırda İmişlidə 2-3 karxanadan başqa digər onlarla karxana sahələri qapadılıb və bu da iş yerlərinin kütləvi azalmasına gətirib çıxarıb. Qum-çınqılın çıxarılması ilə bağlı yeni qaydalar müəyyənləşdirilib və bildiyiniz kimi Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı Azərgold Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb. Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarının tez bir zamanda açılması bağlanmış iş yerlərinin bərpasına gətirib çıxarar və bahalaşmanın qarşısını alardı. Mənzil tikintisində, digər tikinti sahələrində qum-çınqıl geniş istifadə olunur. Məhz mənzil və tikinti sahəsində bahalaşmanın bir səbəbi də qum-çınqıla olan tələbatın kəskin artması və yerli sahibkarların bu ehtiyacı təmin edə bilməməsidir. Vacibdir ki, Azərgold Qapalı Səhmdar Cəmiyyəti qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı qaydaları tezləşdirsin və icazələr verilməyə başlasın. Təşəkkür edirəm, xanım sədr.